Hamınıza salam dostlar. Bugün sizlerle birlikte kanalımın ikinci videosunu atıram. İkinci videosu Subversive'dir. Bugün sizlerle birlikte Subversive oynayacağız. Subversive benim çok sevdiğim bir oyundu. Ona göre dedim bu oyunu oynayayım. İsterseniz siz de indirip oynayabilirsiniz. Çok geçişi oyun. Bunun üstü ekranda var. Diyeceksiniz ki indi bu oyunu sen oynamısan yoksa dostlar. Ben bu oyunu oynamamışım. Oyun bana özünden 10.000 TL verir. 5 tane ata verir ve 19 daha şey verir. Karakter verir. Şimdi dostlar ben bu videoya başlayayım. Oynama başlayayım. Şimdi dostlar eğer ücretsiz indi ben size başlayamayım. Onsa başlayanda sıfırdan birinci başlayanda ondan sonra da ölü görsədir ne lazım değil. Kaykayda dostlar kaykayda o işarı ki öləndə sizi kurtarır. Öldüm. Hoppanamadım öldüm. Dostlar bir de birinci videomda mənim səsimi görsənmir. Oyunun səsi çox olduğu üçün mənim səsimi görsənmədi. Onun üçün də üzr istəyirəm. Oyunda ayarlar yoxdur səsini ala bilmədim bu oyunun. Ona görə çox üzr istəyirəm sizdən. Burada mənə ücretsiz bir dənə kostüm verir. Kostüm benim kullandığımı başka versiyon. Askeri versiyonu qara versiyon. Bunlar pulsuz verirler. Burada da bunu pulsuz verirler. Onu da alaq. Pulsuzları çok severim. Boşuna pul vereceğime özü geldi. Burada da günlük ödüller var. Onları da alaq. Dostlar reklam gəldi. Əlim reklama dəydi. Reklam gəldi oyun videonu dayandırdı. Arada reklam gəldi dayandırdım. Onun üçün üzr istəyirəm. Bu ücretsiz şeyləri alaq. Ücretsizlər mənim ən sevdiyimdir. Dostlar bir de ki size abone olup like atmayı unutmayın da. Bir de ki size 2-3 bir şey diyeceğim. Birinci mən videoları indi gündə 2 dəfə mi atım, gündə mi atım, həftədə mi atım, onu bir demədim. Bir də ki videoları neçə dəqiqə olsun, az mı olsun, çox mu olsun. Shorts atım mı atmayayım mı? Shortsları onu satacağım. Yani bir de ki hansı oyunlar oynayayım. İstəsəz Minecraft oynayabilirim. Ne oyun istəsəz oynayabilirim. Bu mənim üçün fərq yoxdur. İstəsəz dostlar, mən bir də şey eləyəcəm indi. Siz videolarımın altına məsələn maraqlı bir oyun axtarırsınız. Onu axtarırsınız, bunu axtarırsınız. Gəlib mənim yorumlarıma yazın. Gündə sizin yorumlarınızı oxuyacağım da mən. Oxuyub sizin yorumunuzun altından cavablandıracağım. Yəni ona görə istədiyiniz hər şeyi soruşa bilərsiniz. Gördünüz YouTube'dan zaten çıxmır. Gəlib mənim yorumun altından yaza bilərsiniz. Mən sizə hər şey deyəcəm. Məsələn yemək pişirmənə təyir olur. Zat onları məndən soruşa bilərsiniz. Zaten YouTube'dan tapılmırsa. Siz özünüz YouTube'dan özünüz axtara bilərsiniz, yaza bilərsiniz. Böyləcə çıxmazsa məndən gəlib soruşa bilərsiniz. Çünki mən biraz şeyəm, yəni nətər deyim, mən hər şey tapa bilirəm də. Bu oyunda ciddice sürətlənir. Adam nə verəcəyini bilmirik. Bir de şimdi dostlar istəsəz bir daha uygulama var. Oyunları hiləli yükləyə Məsələn, Subversive'dir, altınların hamamsı olur.
hilədə qısaca. Onu yəqin çoxunuz bilərsiniz də. Hiləgərlər zat-zatlar bilər. Hiləgər deyəndə, yəni də hər şey bilənlər bilər onlarda. Happy Mod diye bir tane uygulama var. Play Store'dan indirmirsən, Google'dan indirirsən də onda. Google'dan Happy Mod yazırsan, indi tez çıxmadı. Siz onun da videosunu ata bilərəm. Əgər çox yorum gəlsə, yaxud da yorumlar çox like alsa, yəni onun da videosunu çəkə bilərəm. Nə təcrübə deyə. İstəsəz o da. İstəməsəz çəkmərəm də. Yəni heç problem yox. İstəsəz dostlar gündə 2 dəfə də video ata bilərəm. Çünki mən videoları, yəni nə deyim, YouTube-u çox önemsiyəm. Ona görə istəsəz gündə 2 dəfə də ata bilərəm videolarımı. Çox danışmayayım, oyun oynayayım, sonra hesablaşarsınız. Bir də ki, bir dənə kanal var. O kanal mənim dostum kanalda. Onda 200 neçəsə abunəsi var. O kanala da abunə olarsınız da yorumlara adını yazın. Mən yorumlardan baxıb ona da abunə olarsınız. Bu oyunda biraz mən səs çıxartmayacağım çünki çox sıxıcı oyundur. Çox deyəndə danışmalı heç nə yox. İstəsəz məsələn Roblox məsələn maraqlıdır. PUBG mənim dostlar ağlımda var. İndi inşallah iyi yoldalığı zat-zatda atacağım. Onsuz da atacağım, niyə atmaq fikirləşirəm də. İstəsəm amma PUBG atmayayım, başqa video atım. Yəni də hər şey sizə bağlıdır. Bir də ki dostlar, 100 abunədən sonra həm özümü göstərəcəm, həm ev vlogları çəkəcəm, qışqırtmalar, hər şey olacaq da istəsək. Ona görə mənim kanalımı paylaşın dostunuzla, qonşunuzla, qohumunuzla, kirvəvizlə, kimlə şey eləyin, məsələn, sinif yoldaşlarınızla da olur. Mənim kanalımı paylaşın, çox yəni qəşəng kanaldır da. Böyüyəndən sonra, kanalımız böyüyəndən sonra çox daha qəşəng videolar çəkəcəm. Mən də hər bir moddan şey eləmək istəyirəm, hiləli, amma yox eləməyəcəm. Siz amma oradan da oynaya bilərəm. Oradan prosto oynayanda maraqlı olmur da, məsələn, buna server oyunda oynayanda maraqlı olmur, oyunun amacı olmur. Ona görə məncə hər şeydən yaxşı budur. Şöyle söyleyeyim, bir de şu dostlar şeylerine inanmayın. Onun adı neydi? Değiller bir tane ahtarda balası. Canlarda zat dörlük. Ona göre çıkardım, inanmayın. Öyle şeyler yalan dostlar. Şimdi dostlar ben de hələlik videolarımı 12 dəqiqəli yazmağı fikirləşirəm. Ancaq videolarım az ola bilər. Hələlikdə kanalımız böyüyənə kimi siz atmışım yorumlar. Bir əmində bir ay 2 ay mən heç kim videolarıma baxanda çünki hələ az abunəm var da. Hələ ki mən çox baxacaq kanalım. İnşallah böyüyəndə kanalımız böyüyəndə çox qəşəng videolar da ataram. İstəsəz başqa yerə getmə vlogları. Birəcə kimsə buradan Türkiyədən izləyirsənə, Türklərə də selam. Salam canım.
Dostlar bu 50'də oynayayım, ondan sonra video day bitsin. Dostlar xahiş edirəm, abunə olub like atıb bildirimləri açmağı unutmayın. Bəlkə gündə 2 dəfə atdım videoları. Ona görə atan kimi mənə ilk abunələrimi ona görə abunə olmanız mənim üçün çox yaxşıdır. Sənin altında qaldım. Videomuz dostlar bu kimi olsun. Sabahlarım görüşərik. Öpürəm sizi. Sağ olun. Bay bay.